Demək, dedik ki, qurban qlobal, evrensel bir ibadətdir və biraz bunun tarixçəsindən də bəhs edək və bu kökəni ilə bağlı araşdırmadan da bəhs edək burada. Dedik, qlobal bir ibadətdir, evrensel ibadətdir. Özündə Tanrı düşüncəsinin bilindiyi və Tanrıya yetişmə təşəbbüsünün olduğu toplumlarda, cəmiyyətlərdə qurban kültürünə rast gəlmək mümkündür. Bütün dini ənənələrdə qurban ayinə, ritinə belə yer verildiyi reallıqdır. Ancaq ilk qurbanın nə zaman, kimə və necə təqdim olunduğu, sunulduğu və də hətta cinsinin nə olduğu hələ ki bilmə imkanına sahib deyilik. Elmi araşdırmalar bir kənara dursun, ondan danışacağıq. Bütün ilahi dinlərdə ilk qurbanın bilirik, Həzrət Adəmin oğulları Habil və Qabil ilə başladığı qəbul edilir. Və buna görə insanoğlunun ilk qurbanı Habil və Qabilin Allaha sunduqları qurbanlardır. Belə ki, Quranda qədim ahiddə bu qurban əhvalatından geniş bəhs edilir. Həm Quranda, həm də qədim ahiddə ki, ilərdə də bunu danışacağıq zaten bu qurban ibadəti mövzusunda. Ayrıca Qurani-Kərimin biz hər ümmətə qurban ibadəti qoyduq ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları kəsərkən Allahın adını ansınlar ifadəsi də əslində bütün insanlıq tarixində qurban olğusunun mövcudluğunu ortaya qoymaqdadır. Bütün miflərdə və dinlərdə ilahların insanlar qarşısında daha üst bir kateqoriyaya aid olduğunu görürük və oraya aid olmaq kimi bir üstünlükləri olduğunu görürük var. Buna görə də onlara müəyyən adətlər, nəzirlər, qurbanlar adamaq ağıllıca bir iş olaraq görülmüşdür. Və bu işləri də rəhbərlik edən o bilənlər deyilən şəxslər etmişlərdir. Bilənlər kimlərdir baxdığımızda? Brahmanlar, Kelt druidləri, Romalı flaminlər və s. Onlar tanrıların bütün canlılar kimi qidaya ehtiyacı olduğunu düşünmüşlər və olduğunu söylərlər və o halda lütflərini qazanmaq üçün onları yeməyə dəvət etməkdən daha yaxşı şey ola bilməz düşünülür və ritualın tək məqsədi bu çağrının hansı formada ediləcəyi, orqanizə onun ediləcəyini, hansı yeyəcəklərin nə zaman və necə təqdim olunacağını müəyyən etməkdir. Törən, mərasim bəzi inanclarda çox qarışıqdır. Məsələn, Hindistanda, Yunanistan və İranda daha belə bir özə endirilmişdir. Ancaq bütün Hind Avropada təməldə özünə xas xüsusiyyətləri ilə qalmaqdadır. Adətən törənlər tanrıları çağırmaqla başlayır və törən əgər mürəkkəbsə, ayrıntılısa, bir qədəmə isə və deyək təraklı isə burada sunumlu qurbanı ancaq bir bu işi xüsusi bir rahib etməsi görülür. Bu iş ona xüsusi bir rahibə düşər bu iş, qurban etmə işi. Bu törəni idarə etmə işi daha dəqiq desək. Əgər yox, törən təmtəraqlı deyilsə, qısa isə və bunu sunumunu sunacaq, yəni bu qurbanı verən şəxsin ilk jesti belə deyək, bəs edir. Buna görə də hotar eyni zamanda sunucu mənasına da gəlir. Çağırış bəzən bir-iki kəlmə və yaxud da hecə ilə yetərlidir. Mitra üçün bu qurban məsəl üçün və ya da görkəmli bir dini ezgilərlə, dualarla vurğulanır. Bu vəziyyətdə qurbanın verildiyi Tanrıya daşıdığı ünvanın və nə olduğu və onu necə qazandığı xatırladılır. Ayini idarə edən bir din adamı da bu vəziyyətdən istifadə edərək öz bacarıqlarını dilə gətirir və mərasimi canlandıracaq olan diləklərini sadalayır. Çünki bu cür dinlərdə bilirsiniz heç bir şey səbəbsiz deyildir. Biri ilə bağlı tərif demək və ona etdikləri yaxşılıq üçün təşəkkür etmək bu şəxsin yeni lütflər edəcəyi inancı ilə paralel gedir.
Yəni özünüz də qurbanda məsələn görmüsünüz. Qurban kəsilərkən və yaxud da verilərkən, nəzir verilərkən olan şey üçün təşəkkür edilir və yeni bir dua da edilir. Yəni yeni bu duadan da yeni bir istəklər. Universitetə məsəl üçün girdi oğlum. Təşəkkür edirəm, onu başarılı elə, uğurlu elə, bitirsin, evlənsin, nə bilim sağlam olsun. Yəni ikisi keçmişlə gələcək arzular keçmişdə olan bitmiş bir hadisə ilə gələcək arzuları paralel şəkildə gedir. O halda yəni söz bir mənada bir növ qurbandır və törənin hazırlanması da buna bir nümunədir, örnəkdir. Bütün bu inanc sistemlərində oğurluq, zina və müqəddəs sayılana o hörmətsizlik, ölülərə və ya tanrılara edilən o ehsanın ihmalı, belə deyək, gecikməsi, axsaması gec-tez cəzalandırılır. Bəzən istəmədən də olsa hamilə qadınlardan və o nəzəri dəyən, gözü dəyən insanlardan qorxulur. Əslində halbuki onlar daha asanlıqla belə deyək, çox asanlıqla qurban halına gətirilə bilir, bilirsiniz. Məsəl üçün deyir, misal gətirim, göz insanın nəzəri dəyir və bunlar həm toplum tərəfindən izolə edilir, bir qurban şəklində belə deyə gətirilir. Misal üçün elə hamilələrin özü də bu hamilənin çölə çıxarmağa qadağası filan adəti vardı. Bugün bu yoxdur, amma bunun olduğunu bilirik. O da bir növ bunun bir şəklidir. Və insanlar ibadətlə qorunma ehtiyacı hiss edir burada. Yəni onlardan bir gələ biləcək bir zərərdən və yaxud da bir zina hadisəsi mi olur, bir qurbana bir ilahi bir gecikmə hadisəsi mi olur və bunun göz nəzər mi hadisəsi olur. Yəni bütün baş verə biləcək bir hadisədən özünü qorunmaq üçün bir ibadətlə onun qorunma ehtiyacı hiss edilir və burada belə deyək, müalicə deyək, hər şeydən qabaq fövqəltəbii varlıqların o öfkəsini sakitləşdirmək üçün verilən qurbanlardan və dualardan ibarətdir. Və bütün bu dünya üzərində və tarix boyunca insanlıq hər nə zaman bir uca varlığa ibadət etmişsə, biz orada bir qurban ibadəti görürük və qurban vermə fəaliyyəti görürük. İbadətin əhəmiyyətli bir hissəsini təşkil edən bu qurbanın insanüstü bir varlıqla, yəni qüdrətlə, güclə və yaxud da bir sülhü təmin etmə və o qüdrətin verdiklərinə təşəkkür etmək və ondan yenə də bir şeylər tələb etmək və ilahların varlığını davam etdirə bilmələri üçün lazım olan qida və enerjinin təmin etmək düşüncəsi ilə qurbanın müəyyənləşdiyini deyə bilərik. Dinlərdə bu və buna bənzər bir çox səbəbdən dolayı insanlar insan üstünə qurban verməkdədir. Qurban kültünün tarixi prosesini biz qısa olaraq bu şəkildə ifadə edə bilərik. Qurbanın mənşəyi, kökəninə baxmaq istəsək də buna aid teoriyalara baxa bilərik. Müqəddəs bir fenomenin kökənini, mənşəyini tapmaq əlbəttə ki, asan deyil. Xüsusən də yazılı olmayan ənənələrdə bu daha çətindir. Yerləşmiş dini bir ənənə olan qurban insanlıq tarixi qədər qədimdir. Çünki dinin birbaşa özü elə insanlıq qədər qədimdir. Bütün bu çətinliyə baxmayaraq bir sıra bilim adamları olsun, dinin kökəni olsun, qurbanın kökəninə aid araşdırma və bir nəticə əldə etmə, belə deyək, cəhdi göstərmişlər. Bu cəhdin, çabanın əslində Charles Darwinin o Türlərin Mənşəyi adlı kitabından sonra başladığını deyilə bilər. 19-cu əsr boyunca
tarix öncəsi ilə və müəyyən bir yazı şəklinə sahib olmayan xalqlarla bağlı kəşflər, xristian olmayan böyük dinlərlə bağlı arxeolojik, epiqrafik və yazılı sənədlər kimi geniş bir araşdırma sahəsi açılmışdır. Ancaq bu əsrə populistik və olan bu dövrdə populistik olan o yüksək, o evrimci, təkamülcü və pozivist ideologiyalar və çox saydakı o araşdırmanın istiqamətinə və yöntəminə dərindən təsir etmişdir. Bu dövrün o bilim adamları da din və dinlə bağlı mövzulara pozivist düşüncə ilə yanaşmağı tərcih etmişlərdir. Bu dövrdə hakim olan evrimci, təkamülçü düşüncə pozivist və materialist ağırlıqlıdır. Kökənləri çox qədimə dayanan Qurban ibadətinin tarixi forumları olduqca çoxdur. Bununla bərabər hər qurbanda qurban edənlər, qurban edilən əşya, nəsnə və yaxud da varlıqlar, rituallar, transfer zamanındakı o simvolik fəaliyyətlər və müqəddəsin o aşqınlığın kəşfi kimi fərqli o elementlər bir araya toplandığı görülmüşdür. Zamanda və məkanda mədəni kontekstlərin, toplumsal və dini o qurumların, xalqların və uyğarlıqların fərqli qurban fəaliyyətləri haqqında dinlər tarixində bir sıra şərhlər gətirilmişdir. Sənədlərdən, ayinlərdən, jestlərdən, dini və mədəni hadisələrdən və tarixi anlardan yola çıxaraq hər düşüncənin simvolik qurban fəaliyyətləri mövzusunda izahlar gətirilmişdir. Qurban fenomenini bir elmi zəminə oturtulmağa çalışılmışdır. Antropoloji, sosioloji, dinlər tarixi və hətta psixologiya belə kimi fərqli elm sahələrindəki əhəmiyyətli şəxslərin qurban haqqında düşüncələri olmuşdur. Bunlara Taylor, Spencer, Robertson Smith, Jevons, Fraser, hətta Freud göstərmək olar. Bunlar vacib insanlardır, əhəmiyyətli insanlardır. Biz dinlə tarixindən bəhs edərkən də dinlərin kökənini araşdırma mövzusunda da çox əhəmiyyətli. Zaten oradan yola çıxaraq bunlar bu qurbana da qurbanın kökəninə də baxmışlardır, araşdırmışlardır. Buradan görəcəyik və bir sıra belə bilim insanlarını sadalamaq olar. Hətta dinlərin kökəninə aid bir belə deyək, dəli kimi bir maraq vardı o dövrdə. O dövrdə bir mənşə, kökən takıntısı vardı, qeyd edim ki. Sonra əlbəttə artıq dinlərin bu mənşəyi mövzusu artıq dinlər tarixinin mövzusu olmaqdan çıxdı. Artıq fəlsəfənin bir mövzusudur. Bunu dinlər tarixində danışarkən geniş danışacağım üçün təkrarlamaq istəmirəm, təkrar düşməyək orada. Sadaladığım şəxslər və bir çoxlarının bu mövzuda geniş araşdırmaları olmuşdur. Bir elmi zəminə oturulmağa çalışılmışdır və kökənini öyrənməyə çalışılmışdır. Bilirsiniz ki, bu mümkün sizə yaxındır. Əslində biraz qeyd etmişəm burada mən biraz oxuyum sizin üçün də. Məsəl üçün bəzi bilim adamları dinin kökəninin insana dayandıqları üçün qurbanı da insan ürünü olaraq görmüşlərdir. Taylor və Herbert Spencer bu düşüncənin başını çəkməkdədir. Hər iki bilim adamı da qurbanın qaynağını hədiyyə düşüncəsində aramaqdadır. Dinin kökənini arxaik animizmdə aranması gərəkdiyini savunan Taylorun qurbanla ilgi öngörüsü belədir. Qurban doğaüstü lütfünü güvənci altına almaq və onun düşmənliyini ən aza endirmək üçün doğaüstü sunulan özgür bir hədiyyədir. Taylor qurbanın zaman içindəki dəyişimini bu şəkildə açıqlamaqdadır. Qurban başlanğıcda insanların özlərini sevdirmək üçün doğaüstünə, fövqəladə bir gücə sunduqları hədiyyədir. Zamanla tanrılar yücəlib insanlardan uzaqlaşmışlar, amma insanlar onlara hədiyyə vermə ehtiyacını belə bir ehtiyac hiss etmələri davam etmişlərdir. Türkçə oxuduğum üçün tərcümə edib oxuyuram, üzrlü sayın. Beləcə kutsatlaşdırılmış, yəni müqəddəsləşdirilmiş qurban surma gələnəklərinə keçilmişdir. Bundan sonraki basamaqda
insanın Tanrıya ait olduğu düşüncəsi inkişaf etmiş və uzun bir zaman dilimi içərisində bəsit hədiyyənin yerini insanın özünü qurban sunması almışdır. Və yaxud da Herbert Spencer də Taylorun görüşlərinin eyni şəkildə iştirak edər. Ona görə də qurban olğusunun kökəninə ölülərin məzarını yeyəcək və içəcək buraxma adətində rastlana bilər. Ataların bu ruhu tanrısal mərtəbəyə yüksəldiyindən ölülər üçün qoyulan yeyəcək və içəcək şeylər bu qurban şəklinə gətirilmişdir. Və yaxud da biz yenə də Robertson Smithə baxa bilərik. Qısa qeyd edeyim bir ikisini. Taylordan sonra qurban mövzusunda yoğunlaşmış olanlardan biri də Robertson Smith'dir. O bilhassa o Samilərin dinləri üzərinə etdiyi o əhatəli geniş bir çalışması ilə tanınmaqdadır əslində. Və Smith qurbanın tanrı olaraq qurban edilən heyvan və insan akrabalar düşüncəsindən yeni totemizmdən qaynaqlandığını irəli sürməkdədir. Smith kutsal totem, yəni müqəddəs totem heyvanın əti və qanı ilə illik totem kutlamalarında topluca yenməsi olayını göz önünə bulunduraraq qurbana kəfarət, könül alma və ayrımlarını gətirmişdir. Onun bu ayrımı qurbana tanrıya sunulan bir hədiyyə olaraq baxmadığını göstərməkdədir. Smith qurban ayının alanına yaptığı önəmli katkılardan biri də müqəddəs şeylərin belirtisiz karakterlərinin necə dönüşümə uğradığını açıqlamasıdır. Yandırma qurbanı üzərinə etdiyi araşdırmasında əşyadakı müqəddəsliyin aşırı dərəcədə artmasını onların tabu qıldığını görmüş və aşırı kutsal şeylərin toplum adına bir anlamda yasağa, yəni tabuya dönüşdüyünü iləri sürmüşdür. Və Smith əslində deyim ki, qurbanın kökənini bir totemik kültə bağlamaqdadır. Daha sonra isə məsəl üçün mən sizə şeydən bəhs edeyim. Freud'dan da bəhs edeyim. Bu Freud bir dəqiqə. Smith'in əsərində göz önündə bulunduğu Freud bu əsərdə totem yeməyi deyə bir ünsur bulmaqdadır. Demək, Freud'un o totem və tabu əsərini bilirsiniz. Əslində bu biraz da kültürel maraq, kültürel bir dəstəkdə görülməkdədir və o vaxtı onun o zamanda belə deyək, bestseller olaraq çıxmışdır və mədəni bir moda halına da gəlmişdir. Və orada o Freud bu əsərdə totem yeməyi deyə bir ünsur bulmaqdadır. Bu yeməyin hazırlanması mövzusunda klan totemi adanmış heyvanı öldürməkdədir. Sonra totemə bənzər bir şəkildə geyinmiş olan klan üzvləri heyvanın ətini və qanını yeməkdə və əyləncəli bir şənlik etməkdən öncə heyvanın ölümünə ağlamaqdadırlar və təklik olaraq, bireysel olaraq edilməsi qadağan olunan bu eyləmlər klanın qurbanı olaraq yapılmaqda və klanın bütün üyelərinin kutsanmasını məqsəd daşıyır. O totem qurumunun təməlini Oedipus kompleksində bulmaqdadır. Psixoanalitik açıdan ələ aldığı totemin kəndisinin baba yerinə, ata yerinə qonulduğu düşüncəsi hərəkətlə bir totem qurbanı ilə ilgili ilginc bir varsayım ortaya atmışdır. Ancaq onun bu varsayımı antropolojik çevrələrdə çox diqqətə alınmamışdır, hətta təqzib edilmişdir. Amma o buna çox da diqqət verməmişdir. Çünki dediyim kimi də biraz da bu moda dünyası belə deyək və kültürel moda buna çox maraq göstərmişdir və bağlı qalmışdır. Özünüz düşünün, indi oxuyandıqdan sonra bir filmdə film, moda dünyası, sənət də bundan bəhrələnməyə çalışmışdır və uzun müddət bu hətta gündəmdə qalmışdır deyək. Freud'un teoriyasinə görə klan egzogamik evliliklər təməllər üzərinə qurulmuşdur. Egzogamik dış evliliklər deməkdir. Baba, ata, yəni farklı klana mənsub olan karısı, arvadı üzərində bir takım cinsel haqlara sahibdir. Doğulan uşaqlar da ananın klanından sayıldıqları üçün ata eyni şəkildə öz qız uşaqları üzərində də cinsel haqlara sahibdir. Bu məqsədlə hər bir erkək çocuğunun öldürmüş olan qısqanc və zalim baba hipotezinə görə
Sağ qalan oğullar sonunda qadınlara sahib olmaq üçün atanı öldürmək mövzusunda bir araya gəlmişlərdir. Güc birliyi yaparaq atanı öldürürlər və ondakı özəllikləri özlərinə geçirmək üçün onu yeyərlər və ana ilə qız qardaşlar arasında seksə dayalı haqları ələ geçirirlər. Ancaq aralarında sürekli bir anlaşma sağlayamazlar və peşman olurlar. Bu durumda ölünün gücü daha da artar. Freud bu psixoanalitik söyləmində totemi adanmış olan heyvanı onun vəkillik konumuna, mövqeyinə gəlmiş ataya bənzətməkdədir. Beləcə totem yeməyi bu ilkel və cinayətlə ilgili eyləmin anma şənliyi kimi bir törən toplumsal organizasyonların əxlaqi və dini qısıtlamaların çıxış nöqtəsini oluşturmuşdur. Freud yeməyin qurbanın ilkel formunda bulunduğunu düşünməkdədir. Klanın kutsanması, suçluluq duyğusu, klanın dayanışması və kutsallığı. Əlbəttə ki, bu totem və tabu artıq bu kitab artıq öz reallığını itirmişdir. Bu düşüncələr və çox da dediyim kimi antropolojik çevrədə öz təsdiqini tapmamışdır. Və Tanrının heyvana dönüşməsi Freud və varsayımların sınırlarını gelişdirərək heyvan, insan və Tanrı qurbanlarına ulaşmaqdadır. Neyse, qısacası onu deyim ki, gördüyünüz kimi fərqli araşdırmacılar fərqli bir yaklaşımda yanaşmaqda bulunmuşdur. Bunu uzun da oxumaq olar. Əslində niyə eləmirəm? Çünki dediyim kimi dinlər tarixini danışarkən bunlardan bəhs edəcəyim üçün uzun burada çox uzun yer vermək istəmirəm. Təkrarlamış olmayaq özümüzü və bu kökənini öyrənməyə çalışdıqlarını görürük, amma bu mümkünsüzə yaxındır. Çünki yazılı mənbələr zaten çox yenidir. Və maddi mənbələr də bizə o qədər də uzağa aparmır. Və paleolit dövrünə aid ən uzağı biz maddi mənbələr əldə edə bilirik, oxuyuruq və ya o da daş dövründə, daş alətlərdən baxırıq. Oradan yola çıxaraq insanların fəaliyyətləri ilə bağlı bir fikirlərdə iləri sürməyə çalışırıq. Və dinlər tarixindən danışarkən də təxminən elə biz oradan başlayacağıq danışmağa. Və fenomenolojik şərhlərə də baxdığımızda da fenomenoloqlar üçün də qurban öz-özünü ortaya çıxış şəklində ələ alınmalıdır. Ümumiyyətlə qurban fenomeni izah etməyə çalışanlar bunu intellektualizmlə, yəni fikir yürütməklə açıqlamağa çalışmaqdadırlar. Bəlkə də qurban fenomenini ortaya çıxışı bu izahlardan tamamilə uzaqda bir başlanğıca sahibdir. Dinlərin mənşəyini belə deyim, monoteizmdə və ilahi qaynaqlı olduğunu qəbul edən görüşlər diqqətə alındığında qurbanların ilahi bir əmr olduğu da qəbul edilir.